kadar darıxmışam sizinlə birlikdə makyaj eləmək üçün. Birazdan bir tədbirə gedəcəm. Ona görə istədim ki, bu dəfə makyajımı sizinlə birlikdə eləyəm, həm də biraz həsrət gedərək. Ondan ayrı qaldığım müddətdə həqiqətən də o qədər dərindən hiss etdim ki, mən necə çox sevirəm video çəkərək makyaj eləməyi, söhbət eləməyi. Çox darıxıram, amma bura oturmaq, bu kameranın qarşısında oturmaq heç asan bir şey deyil. Bir də bu havalar məni o qədər sıxır, heç nə eləyəsim gəlmir. Dünən hava biraz günəşli idi, ona görə özümü daha yaxşı hiss edirdim. Bugün dumanlı, buludlu, belə qəribə bir hava var. Ona görə də yenə modum düşükdür. Kaş belə olmasaydı, bizim keyfimiz bir dənə havadan asılı olmasaydı. Bir də həqiqətən izləyicilərim üçün də çox darıxmışam. Əvvəllər daha çox videolar çəkdiyim üçün daha yaxın olurduq. Amma indi sözün açığı həqiqətən də biraz həm onlar məndən uzaqlaşıb, həm də mən onlardan uzaqlaşmışam. Heç istəməzdim belə olsun, amma çox təəssüf ki, hər kəsin həyatında çətin bir dönəmləri olur. Önəmli olan o dönəmlərdən sağ çıxmaqdır. Tonal qarışdırmağa əlimdə bir şey yox idi deyə əlimin üzərində fırçayla qarışdırıb elə tətbiq edirəm. Əslində tonal deyil, BB kremdir bu. Mizon BB kremi istifadə edim, çox qəşəngdir. Xüsusilə hansı ki tədbirlərə falan gedəcəm, həmin günlər istifadə edirəm. Bir də L'Oreal'ın bu Lumi Glotionlarını qarışdırdım. Necə gözəldir, çox gözəldir. Həqiqətən Mizon'un bu BB kremini o qədər çox bəyənirəm. Sən bir BB kremisən, bu nə effektdir? Çox qəşəngdir. Kontur olaraq Kiko'nun konturunu istifadə edəcəm. Məndəki nömrəsi 202-dir. Bunu da çox bəyənirəm. Vazgeçilməz konturum ola bilər. Sonra keçirəm göz makyajıma. İnansız nə eləyəcəm haqqında heç bir fikrim yoxdur. Əvvəlcə bu rəngi istifadə edəcəm belə. Biraz açıq tonda bu hissələrini aydınlatacağım. İndi isə bu blush istifadə edəcəm. L'Oreal'ın bu Lumi blushlardan. Bu da o qədər pigmentlidir ki, bunu istifadə edəndə qorxuram. Blush'ı belə gözümün üzərində gətirməyi çox sevirəm. Bu bütünləşmiş görüntüyə bayılıram. İndi isə highlighter istifadə edəcəm. Biraz gözümün üstünə də çəkim. Hər zamanki ten linerimə davam. Bu rəngi istifadə edəcəm. Linerimi çəkdim. İndi isə maskara çəkəcəm. Bu iki maskaranı qarışdıracağım. Dodağımı Miss Haze'in bu 765 nömrə qələmi ilə konturlayacağım. Dodaq boyası isə MAC'in bu 540 Thanks It's MAC yazılıb. Yəqin ki adı odur deyə ümid edirəm. Bunu istifadə edəcəm. Rəngi belədir. Çox qəşəng rəngi var. Belə, makyajım bu şəkildə oldu. İndi gedim bacımdan xahiş edeyim, gəlsin çolkalarımı kəssin.